Salam, bugün sizə kəsirlərin bölünməsi mövzusunun izahını verəcəm. Kəsirlərin bölünməsi üçün bizə lazımdır kəsirlərin vurulmasını bilmək. Çünki bölmə əməli vurma ilə həll olunur və qeyd edim ki, ortaq məxrəcə gətirmək söhbəti yoxdur. Ortaq məxrəcə bizə gətiririk, ancaq toplamada birə çıxmada. Bir nümunəyə baxaq, məsələn, 12-də 6 bölünsün 4-də 3. Bölmə əməlində birinci kəsir olduğu kimi qalır. Birinci kəsirim nədir? 12-də 6. Bölmə əməli olur vurma. İkinci kəsir yerini dəyişir. Yəni 3 düşür aşağı, 4 qalxır yuxarı. Vurmağı da necə demişdim? Birinci ixtisar aparın, sonra vurun. 12 ilə 4 baxın, ixtisar gedir elə 4-ə. 12-ni böldüm 4-ə. Burada yenə qaldı 3. Burada qaldı 1. 6 3-ə bölünür. 6 ilə 3 ixtisar gedir. 6-nı 3-ə böləndə burada qalır 2. Burada qalır 1. Qutardı, getdi. Surətdə 2-ni 1-ə vurduq 2. 1-i də 3-ə vurduq 3. Cavab etdi 3-də 2. Əgər sizə qarışıq kəsirlər veribsə, yenə də qarışıq olan kəsirləri birinci düzgün olmayan kəsirə çevirib, daha sonra bu qaydanı tətbiq etmək lazımdır.